Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı Məhkəmə kompleksində təqsirləndirilən Ermənistan vətəndaşı Aray Kartunyan və digərlərinin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edir və hazırki mərhələdə iş üzrə keçən çoxsaylı sənədlər elan olunur. Bugünkü iclasda da 44 günlük vətən müharibəsi və ondan sonraki dövrdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı sənədlər elan olundu. Həmin sənədlər hadisə yerinin baxış protokolları, məhkəmə tibbi ekspertiza rəyləri, iş üzrə keçən çoxsaylı sənədlər, həmçinin fotomateriallar və video materiallardır. Qeyd edək ki, həmin sənədlərdə də bir daha təsdiqini tapır ki, 44 günlük vətən müharibəsi dövründə Ermənistanın əsas hədəfi Azərbaycanın mülki vətəndaşları idi. Və təqdim olunan sənədlərdə də qeyd olunur ki, həmin vaxtda düşmən hərbi obyektlərin yerləşmədiyi yaşayış məntəqələrini birbaşa hədəfə götürmüşdü. Nəticədə yüzlərlə vətəndaşımız həlak olub, yaralanıb, onlar həyatlarını itiriblər və eyni zamanda əmlaklarına külli miqdarda ziyan dəyib. Eyni zamanda həmin vaxtı düşmən Azərbaycanın mülki obyektlərini hədəfə götürmüşdü. Məhkəmə prosesində Gəncə terroru, Bərdə terroru, eləcə də Tərtərin, Mingəçevirin, Goranboyun, Ağdamın, Füzulinin və digər yaşayış məntəqələrinin hədəfə götürülməsi, müxtəlif çaplı silahlarla ateşə tutulması, raketlərlə vurulması nəticəsində törədilmiş müxtəlif cinayət hadisələri üzrə, faktları üzrə sənədlər elan olunur. İclasda həmçinin təqsirləndirilən şəxslər və onların müdafiəçiləri müxtəlif vəsadətlərlə çıxış edirlər. Qanun hüquq çərçivəsində olan vəsadətlər isə təmin olunur. Qeyd edək ki, bunun üçün təqsirləndirilən şəxslərin hər birinə 2 müdafiəçi ayrılıb prosesdə, eyni zamanda onlar fikirlərini sərbəst şəkildə ifadə etmələri və vəsadətlərini təqdim etmələri üçün rus və erməni dilində tərcüməçilər ayrılıb. Prosesdə həmçinin çoxsaylı zərər çəkmişlər iştirak edirlər, onların da hüquqlarını qanuni nümayəndələri müdafiə edir. Açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksindən çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.